Əgər içində olduğun təyyarə yenə də bilet götünü buraxır və okeana düşübsə nə etməlisən? Panikaya düşmək ən dalbayov ideya olar. İlk edəcəyin şey təyyarənin içindən çölə naxuy çıxmaqdır. Çünki qısa müddət içində təyyarə yanmağa başlayacaq və sualtı qrilə çevriləcək. Əgər xilas edici jiletin varsa, onu sırazı geyinmə bilet. Yoxsa patoloqa tərəf qalxa bilərsən. Orada ağzını bunu geyindiyim yerdə deyindiyin zaman digərləri çoxdan çölə çıxmış olacaqlar. Jileti təyyarədən çıxanda geyin. İndi sən sudasan. Dərindən nəfəs al. Arzula ki, akulalar vegetariandılar. Əks təqdirdə akulalar qohum əqrabalarını çağırıb sənin ətindən qonaqlıq verəcəklər. Buna görə də hər hansı bir üzən pox-püsürdən tutub ondan tutulmağa çalış. Taxtadan, çamadandan, qonşundan, hansı ki zəhlən gedir. Çalış digər sağ qalanlarla bir yerdə ol. Bu halda birlikdə qışqıra, şüvənliyinizə sala bilərsiniz. Bəlkə sizi eşidən oldu. Ən vacibi tupoyluğuna salıb hadisə yerindən uzağa üzmə. Xilas edicilər əvvəlcə təyyarə ətrafını yoxlayırlar. Uzaqlaşsan, xuy səni tapan oldu. Uzağı sən ancaq yerli akulaların qonağı ola bilərsən. Qısaca, panik eləmə, içəridə jileti geyinmə, tutuna biləcəyin şeylərdən tutun, hadisə yerinə yaxın ol və xilas ediciləri gözlə bilət.